Azərbaycan da orada yerləşən ölkədir, Asiya ölkəsi. İndi bizə nə lazımdır? Sıralamada birinci materik, sonra qitə, sonra həmən qitədə yerləşən ölkə. İndi məsələn, burada A variantına baxanda Avrasiya materikdir, Avropa qitədir, amma Çin Avropa ölkəsi deyil. B variantıdır doğru cavab. Çünki Afrika həm materikdir, həm Afrika qitədir, Cənubi Afrika Respublikası da orada yerləşən ölkədir. Məsələn, niyə C olmasın? Amerika qitədir, Cənubi Amerika materikdir. Bizə birinci materik, sonra qitə lazımdır. Sonra Şimali Amerika materikdir. Amerika qitəsi, Peru Şimali Amerika ölkəsi deyil. Həmçinin Cənubi Amerika, Şimali Amerika ikisi də materikdir deyə olmur. Ona görə doğru cavab B variantı. Davam edirik 17 nömrəli sualla. Uşaqlar, heyvan şinşilladır. Şükür Allah, yaxşıdır, hər şey tək salamat böyüsün. Heç nə, biz gedirik də təbrikə. Uşaqlar, heyvan, şinşilla bir heyvandır. Onun dərisindən şuba hazırlanır. İndi burada bizə verilir, məsələn, hekayə bir kitabdır, ondan film hazırlanır, əlaqəsini qura bilmirik. Amma gilas meyvədir, ondan mürəbbə hazırlanır. Ona görə doğru cavabımız olacaq B variantı. 33-ə qədər kimin sualı var? Kimlə qeyd eləmişdi? 19. 19 nömrəli suala baxırıq. Baxın uşaqlar, fəqərə birləşir, onurğa sütununa əmələ gətirir. Fəqərələr bir-birinə zəncir şəklində birləşib, onurğa sütununa əmələ gətirir. Halqalar da birləşəndə zəncir əmələ gətirir. Uşaqların əksəriyyəti burada deyir ki, müəllim, niyə yağış damcı olmasın? Çünki yağışdan sonra damcı yaranır. Yağış yağır, damcı yaranır da. Həm də yəni damcılar bir-birinə halqalar şəklində birləşmir, axı fəqərə formasında birləşmir. Yəni burada C variantı ən düzgün cavabdır. Növbəti sualımız 33 demişsiniz. Uşaqlar, hava olmasa təngə nəfəslik olar. Yenə də əgər müqayisəli variantlardan məsələn biri eynək korluqdur. Yəni bəs eynək taxmayanlar nətərdir? Bəs eynək taxmayanlar, yəni o belə deyək də, eynək olmayanda korluq olur anlamına gəlmir də. Yəni biz korluqdan əziyyət çəkəndən sonra eynəkdən istifadə edirik. Yəni pulun olmaması birbaşa kasıbçılığa səbəb olur. Amma eynəyin olmamağı korluğa səbəb olmur əksər kütlə üçün. Çünki yəni eynək taxmayanlar bu demək deyil ki, onlar da korluqdan əziyyət çəkir. Məsələn, polis olmasa oğru olar deyiriksə, yəni polis var, yenə də oğru var. Mənim səsiniz qırıq-qırıq gəlir. Aha. İndi də biraz əlimdə iş vardı deyə, bəlkə ondandır. Məsələn, aram-aram danışıram. Nəsə, yoxsa indi də qırılır. $20 nömrəli sualda soruşmusunuz. 20 nömrəli suala yenə də qırıq-qırıqdır. Yaxşı, bu dəqiqə narahat olma.
İnterneti dəyişim. Bir də interneti dəyişim. Deyirəm, uşaqlar qoşulsun. Hə, deməli uşaqlar 20 nömrəli sualda bizə verilib monitor, kompüter, əşya. Hə, uşaqlar, bax 20 nömrəli sual soruşmusunuz. Monitor, kompüter, əşya. Bu üç söz arasındakı əlaqə nədir? Monitor kompüter də olur. Kompüter də əşyadır. Bu məntiqlə yanaşsaq, pəncə aslanda olur, aslan da bir heyvandır. Yəni, əgər fikirləşsəz ki, müəllim, divan otaqda olur, otaq da bir evdir şəklində, divansız otaq ola bilir. Yəni, divanı olmayan otaq ola bilər. Amma monitorsuz kompüter ola bilməz, pəncəsiz aslan da ola bilməz. Ona görə doğru variant B variantıdır. Vərəq kitabda olur. Kitab da jurnaldır deyə bilmərik axı. Kitab kitabdır da, kitab jurnal. Yəni kompüter əşyadır dediyimiz kimi kitab jurnaldır deyə bilmərik. Növbəti sualımız 32. Təzə mövzu verəcəm, anaqramlar mövzusu. O 32 nömrəli suala baxırıq. Hekayə məcmua. Uşaqlar, məcmua sözü topluluq bildirir. Yəni, bir neçə hekayə toplusu məcmua adlanır. İndi buna uyğun olaraq da üzümlər toplusu da bir salxım əmələ gətirir. Ona görə B variantı olacaq cavabımız. Əgər gül ləçək desəz, sözlərin ardıcılığı nəzərə alınmalıdır. Ləçəklərin toplusu gül olur. Yəni, gül ləçəklərdən ibarət. Məcmua hekayələrdən ibarətdir. Güldə ləçəklərdən, sözlərin ardıcılığı burada düzgün deyil deyə olmur o variant. Sonra 33 soruşmusunuz. Dedik bayaq, hava olmasa təngənəfəslik olar, pul olmasa da kasıbçılıq olar. Sonra 60-a qədər uşaqlar, bəzi suallar var, onları cavablandırım. Məsələn, 36, 39, 43. 36 nömrəli suala baxırıq. Ağayarpağı ot bitkisidir. Siz həmişə bu sözlərin bir-biri ilə nə əlaqəsi var, onu tapın. Ağayarpağı bitkidir, ot bitkisidir. Yəni, buna uyğun olaraq da eləcə A variantına baxın. Şərab mayedir, içkidir. Yəni, elə bil ki, bağayarpağı ot bitkisi olduğu kimi, şərab da mayedir, amma içki sinifinə daxildir. Bağayarpağı bitkidir. Müəllim, Buyur. bu sualı mən vermişdim. Məndəki sualda sel su yazılıb. Yəni, eyni sual deyil. Hə, fərqli. Sən kitabdan işləməmsən? Xeyr, müəllim, satdığınız PDF-dən Hə, işləyirəm. o PDF-də Məndə kitab yoxdur. bəzi dəyişikliklər olubdur. Mən heç bu sual eləməmişəm. O Yox idi bu sual. necə? Bu sual yox idi heç mən elədiyimdə. Məndə sel su verib. Onda cavablar da fərqlidir. Sən bir də mənə sualı WhatsApp-da qrupa at deyim. Atırsan.
Hə, atarsan baxacağam o suala indi. 39-a baxırıq. Baxın uşaqlar, 39 nömrəli sualda metal qızıl. Bu o deməkdir ki, qızıl bir metaldır. Qızıl metaldır, metaldır. Nə mayedir deyə bilərik biz. Benzində mayedir də. Hə uşaqlar? Hə, sel sudan ibarətdir burada uşaqlar. Baxın, sel sudan ibarətdir. Əziz atdığın sualda sel sudan ibarətdirsə, ayaq da barmaqlardan ibarətdir də. Yəni qaş gözdən ibarətdir, ev otaqdan ibarətdir. Tamam, bir dəqiqə. Mən də onu götürmüşdüm, amma yəqin ki cavabların yeri də fərqlidir onda. Hə, yox, burada indi sənin hal-hazırda Cavab ev otaq çıxmışdı. sənin hal-hazırda atdığın sualda sel sudan ibarətdir. Ev otaqlardan Ayaq barmaq, hə. ayaq barmağı, ona görə burada dəyişiklik eləmişik ki, yəni burada da uyğun gələ bilər ona görə. Küçədə məsələn səkidən ibarət ola bilir. Ona görə. Bəs 39. Buradan atdığın 39-da peyzaj şəkil bilirsən, peyzaj hər hansı bir təbii görünüşün şəkil üzərində təsviridir. Elə bil ki, peyzaj şəkildə təsvir olunur, nümayiş olunur, filmdə, ekranda. Aydındır? Aynen. Peyzaj elə bir hər hansı bir gölün, dağın şəkildə təsviridir də, yəni portretdə. Sonra buradan uşaqlar 43 soruşmusunuz. 43 nömrəli sualda nədir bu? Aqronom əkinçi. Uşaqlar, aqronom kənd təsərrüfatı ixtisasını bitirən şəxsdir. Onun məşğul olduğu sahə əkinçi, yəni kənd təsərrüfatıdır. Bu bir növ belə fikirləşək ki, aqronom əkinçi ola bilər, iqtisadçı ticarətçi ola bilər və yaxud da əkinçinin bitirdiyi peşə aqronomluq, ticarətçinin bitirdiyi peşə iqtisadiyyat, yəni iqtisadçı ola bilər də, o ticarətçi iqtisadçı ola bilər, əkinçi aqronom ola bilər və yaxud da aqronom əkinçi ola bilər, iqtisadçı ticarətçi ola bilər. Çünki bunların təhsili bu istiqamətdədir. Belə fikirləşək. Sonra 40-41 nömrəli suallar da var. Uşaqlar, onlara da baxaq. Alo. Sağ ol, müəllim, çox sağ ol, sən necəsən? Bəli, dəstəmin verin. Hə, uşaqlar, bax burada dedik ki, mahnı bənddən ibarətdir. Mənzil də otaqlardan ibarətdir. Bənd yəni kupletlər də. İndi siz burada yol cığır fikirləşirsinizsə bu səhvdir. Çünki yol elə cığır deməkdir də. Yəni nətər? Bir var maşın yolu, bir də var ki, hər hansı bir ensiz bir yol, bir məsələn də adamın keçəcəyi qədər olan bir yol. Bunlar cığır adlanır. Yəni yol, cığır da elə yol deməkdir. Sonra 41 nömrəli sual. 41-də soruşur bizdən mütləq nisbi. Bu da biraz müqayisəlidir əslində uşaqlar. Düzdür, burada zahiri, daxili
daha uyğundur. Yəni mütləq nisbi belə deyək də bir-birinin əksi olaraq götürülür. İndi burada bir-birinin antonimi olaraq da zahiri daxili sözləri tam uyğundur. İndi bəzən uşaqlar tam və hissə cütlüyünü də qeyd edir ki, bəs bu niyə ola bilməz? Əslində burada da biraz uyğunluq var. Yəni zahiri daxili olmasaydı biz tam hissə götürə bilərdik. Amma zahiri daxili daha uyğundur. Dildə biraz bu kimi hallara yol verilmir. Yəni sizə müqayisəli hallar yaşamazsınız orada. Amma yəni bu kitabda bəzi suallar var ki, beləcə müqayisəlidir. Sonra uşaqlar sizin növbəti sualınız 53-ə qədər nədir? Görək. Əlli üç nömrəli suala baxırıq. Uşaqlar 53 nömrəli sualda baxın, buğdadan un alınır. Eləmi? Kağızdan ağac alınmır ki, ətdən sümük alınmır ki, saatdan saniyə alınmır, kitabdan jurnal alınmır, neftdən mazut alınır. Yəni siz buğdanı üyüdüb, ondan deməli un ala bilirsiniz. Nefti də emal edib, ondan mazut alırıq biz. Neftdən yəni benzin alınır, qaz alınır, nə bilim, neftdən bir çox məhsul alınır, yağ alınır. Müəllim, bu da mənim sualım idi. Siz ən yaxşısı mən atdığım sıraya baxmayın, bu silin çünki eyni suallar deyil. Eyni suallar deyil. Bəli. Yaxşı. Sən o sualları mənə at ki, qrupa atdan cavablandıraram. Tamam. Deməli, qrupa atma. Mən o PDF-i açıram, oradan baxaram sənin sualları var. Bir dəqiqə buraxdığım PDF. Qrupa yazım onda suallarımı. Yox, eləcə mən buradan PDF-dən baxıb cavablandıraram. Tamam, qrupa yazım. Leyla 59 soruşur. Ee, 53 nömrəli sual qeyd eləmişdin əzizə. Hə, 53-də uşaqlar, bu Galileo Galilei teleskop kəşf edib, Han Jensen də mikroskop kəşf edibdi də. Bu sualıdır. Mən verdiyim müəllim. Bəli. Bəli, o sual. Aha. Bu ümumiyyətlə bu kimi sualları özünüz də araşdırıb tapa bilərsiniz. Hans Jensen mikroskop kəşf edibdi. O sizə atılan PDF-də bəzi dəyişik unutdum. Mən ona fikir verməmişəm. Uzatdı səhv. Sonra hansını soruşursan əzizə? Növbəti sualın nədir bu 50 neçələrdən? Mən deyilsiz, Nazlıdır mənim. Nazlı, hə, buyur. 58. Bəlkə özü gedir, düşür, yaxşı şeylə düşəcək. İndi desək Kömür yanacaqdır. Bu sual var kitabda, sırası fərqlidir. Kömür yanacaqdır. Kapitan da zabitdir. Çünki zabit leytinantdan başlayır. Leytinantdır, kapitandır, mayordur, polkovnikdir, generaldır. Bu rütbələr, bu rütbəli şəxslər zabit adlanır. Yəni bunlar hər biri zabit sayılır. Yəni məsələn gizir, çavuş zabit deyil. Zabit leytinantdan başlayır. Leytinantdır, kapitandır, mayordur, polkovnikdir, generaldır. Yəni bir növ belə fikirləşin də, yəni ali hərbi təhsili olan şəxslər zabit ola bilər.
Aydındır. Bəli. Daha sonraki 59'u bu sizin attığınız. Bax, kala, qarağat, armud. Bu sual da var bu deməli kitabda, yəni burada var, sırası fərqlidir. Burada kala güldür, qarağat gilə meyvədir, armud meyvədir. İndi bizə yenə də bu üçlü sıra lazımdır. Gül, zambaq olacaq gül, qaragilə gilə meyvə, alma meyvə. Aydındır. Məsələn, belə bu 58-59 eyni suallardır da. Baxın, eləcə burada var. Sırası da eynidir. Dedik ki, kömür yanacaqdır, kapitan zabitdir. Kala güldür, qarağat gilə meyvə, armud meyvədir. İndi yenə zambaq güldür, qaragilə gilə meyvədir, alma meyvədir. 60'ı soruşmuşdunuz. Uşaqlar, Kanadanın paytaxtı Ottavadır, Estoniyanın paytaxtı Tallindir, Praqada Çexiyanın paytaxtıdır. Başqa sualınız? 61. 61. Baxın, burada 61 nömrəli sual, bu sualı soruşursa, bayraq rəmzdir, vəkildə hüquqşünasdır. Hakimdir, vəkildir, bunlar hüquqşünasdır. Sadəcə onların olduğu vəzifə vəkil, hakimdir, tutduğu belə deyək də yer. Amma onların ixtisasları hüquqşünasdır. Amma qaldı ki, sizə attığım PDF-dən soruşursa, çoban, qoyun sözü verilibdir. Bu o deməkdir ki, çoban qoyunları idarə edir, otarır. Atın da naxırçı olacaq. At sürüsünü də idarə edən naxırçıdır. Amma burada yeri düzgün verilmir. Bəs Mehdər kimdir? Mehtər. Mehtərdir uşaqlar. Mehtərdir, Mehtər. Naxır. Amma cavab naxırçı çıxmışdı. Naxırçı çıxmışdı. Dəqiqə. Bəli, indi siz atdığınızla bu eynidirsə elə çıxıb. Bir dəqiqə. Mehtər, ata baxan, ata qulluq edən şəxsdir. Naxırçı əslində malqara otarandır. Mehtər isə ata qulluq edəndir. Amma aslında bunun cavabı eləcə Mehtər olmalıdır. Çünki həm burada sözlərin sırası düzgün verilməyibdir bizə. Yəni at sual yox, sual sonra at sözü verilməli idi. Çünki çoban qoyundursa, yəni çoban qoyunu otaran şəxsdirsə, sual işarəsini birinci verib sonra atı verməlidir, sözlərin ardıcılığı düzgün olsun deyə. Ona əsasən də Mehtər olardı. Bir də müəllim, orada 64-də baxa bilərik. Külək dənizdə dalğa yaradır, zəlzələ də yerdə. Yəni zəlzələ əsasında yerin titrəməsi o yerdə yaranan dalğadan irəli gəlir də. Seismik dalğalar yaranır yerdə, uzun enli dalğalar. Sonra hansı sual? 70. Qara dəniz Atlantik okeana tökülür. Yəni burada bu sual onu bildirir ki, dənizlərin hansı okeanla əlaqəsi var? O da uyğunluq. Qara dəniz Atlantik okeana çıxışı var. Sarı dənizində Sakit okeana.
Sonra uşaqlar davamı. Hə, Mənim 84-dən 86-da baxa bilərik digər Nazlı, sən o PDF-dən. mənim atdığım cavablarla yoxlamısansa, mənim atdığım cavablar bu indi gördüyün Bəli, ekranda mən onu gördüyün yoxlamışam. sıralamanın cavablarıdır. Aydındır. Bəli. O sualda bu sıralamada yoxdur. Onun cavabı şeydir, Mehtərdir. Naxırçı elə Hə. iki inək sürüsünə baxan şəxsdir. O PDF-in cavabları varsa ayrıca onu ata bilərsiniz. Onu mən ata bilərəm, yəni Yoxsa yoxdur. köhnə kitab tapsam atarım, köhnə kitablar, köhnə nəşrlərimizdən. Sonra Aydındır. 80 dediniz. Mən PDF-dən 84-86. PDF-dən 84, 86. 84-də ömür cavan fəsildə bu sualda çıxartmışıq. Elə ki, burada uyğunluq belə olurdu. Ömrün cavan çağı fəslində yaz çağıdır. Çünki ömrün cavan çağları elə bil ki, hələ ki insanın özünü yavaş-yavaş dərk etməyə başladığı vaxtlardır, inkişaf eləməli olan vaxtlarıdır. Fəslin də yaz fəslində də təbiət canlanır, oyanır, nə bilim çiçəklər açır və bu mənası var. Bəli, mən də onu götürmüşdüm, Hə. amma PDF-lə yoxlamışam deyə. PDF-dən düz gəlmir. Seç. 86-da Onda insan sən göz maşın fara götürmüşəm, amma kuzov çıxıb. həyo farad. Fara. Sonra 107 soruşulubdur. Uşaqlar 107. 107-yə qədər başqa sual var? 107 PDF-dən 107, kitabdan 107. Görə tutuşturaq, görə bunlar. Hə, 107 PDF elə kitabla eyni olacaq, çünki bu sualda var, amma nömrəsi görə eynidirmi? Bəli, eyni sualdır elə. Düzbucaq da müstəvi fiqurudur, çevrə də müstəvi fiqurudur da. Yəni burada yerləşdiyi mövqe. Yaxşı, alıb gətirəcəm. Hə, uşaqlar, 107 eyni sualdır. Düzbucaq müstəvi fiqurudur, çevrədə müstəvi fiqurudur elə. Sonra 128-ə qədər başqa sual varsa qeyd edeyim, baxın. Yüz 128-ə baxırıq. Görək PDF-də hansıdır 128. Hə, eyni sualdır elə uşaqlar. 128-də baxın, burada bizə verildi futbol top. Biz futbolu topla oynayırıq da, yəni o vurduğumuz topdur. Tenis, raketka, o raketka biz bu kitabdan baxırıq deyəndə ki, PDF-in soruşduğunuz sualları kitabla eynidir də. Yəni, məsələn, sizin 128 soruşmusunuz, 128-də elə eyni sualdır. Bu kitabdakı 128 nömrəli sualla eynidir.
124'də də baxaram indi. Tenis topu versəydi düz olardı da. Uyğun olmayanı soruşur. Biz futbol topla, bilyardı şarla, badmintonu volanla oynayırıq. Hokeyi şaybə ilə oynayırıq. Biz orada nəyi vururuqsa onu veribdi də. Topu, şarı, volanı, şaybanı. Amma tenisi verib, raketka veribdi. Raketka o tenis topunu vurduğumuz torru bir şeydir də. Yəni əlimizdə vururuq. Amma bizə o topun özü lazımdır. Ona görə A variantı uyğun deyil. Sonra 124 soruşmusunuz. Eləcə o da eyni sualdır. Kitabdakı elə 124 nömrəli sualla eynidir. Sual. Bina, mənzil, otaq. Bu nə deməkdir? Binada mənzil var, mənzildə otaq var. Ağacda yarpaq var, yarpaqda saplaq var. İnsanda ayaq var, ayaqda barmaq var. Ağacda meyvə var, meyvədə toxum var. Səhrada kenguru yoxdur axı. Ona görə Y variantı uyğun deyil. %33, %41. Hə, burada da uşaqlar veribdir bizə sakit oxuyan Bering dənizi. Bunu o deməkdir ki, Bering dənizi sakit oxuyana tökülür. Qara dəniz Atlantik okean, Qırmızı dəniz Hind okeanına, Sarı dəniz sakit okeana çıxışı var. Şimal dənizi isə şimal buzlu okean yox, şimal dənizi də Atlantik okeana tökülür. Ona görə Y variantı uyğun deyil. Düz verilməyib Y variantı. Mən də biz keçən dəfə qəbullardan da baxdıq da, yəni orada düşən suallar elə suallardır ki, tam olaraq elə sırf sən coğrafiyada hansısa paytaxtları bilməlisən, bunu cavablandırmalısan, nə bilim, dənizləri hansı okeanla əlaqəsi olduğunu bilməlisən ki, bunu cavablandırmalısan, belə suallar düşməmişdi, düşmür. 141. Hə, baxın uşaqlar, bu sualda nəşriyyat, redaktor. Redaktor nəşriyyatda olur, aktyorda teatrda olur. Yəni redaktoru, nəşriyyatı bizə bir məkan kimi veribdir. Ona görə də burada aktyorda teatrda olur. Tamaşa olmazdı, yox. Tamaşadan əvvəl elə səhnə götürərdik də. Belə bir ki, bizə veribdi müəllim məktəb. Onda aktyorda teatr. Əgər müəllim sinif versəydi, deyərdi ki, hə, onda aktyorda səhnədə olur. Belə başa düşün. 126. Uşaqlar, burada 7 nömrəli sual vardı. Bax, eynidir. 100 kiloqramımız 1 sentinerdir. 100 sentimiz 1 dollardır. 100%-in özü vahiddir, bir vahidə bərabərdir. 100 ilin özü əsrə bərabərdir. İndi burada aralarındakı 100 dəfə fərq olmalıdır. Amma D variantında 10 desimetr 1 metrdir. Ona görə D variantı fərqlidir burada. %152 nömrəli sual. Uşaqlar, Everest, Jomolungma ikisi də eyni zirvədir də, ikisi də eynidir. Sadəcə fərqli dillərdə adlarıdır. Mona Lisa'nın da ikinci adı Giocondadır. Mona Lisa'nın da ikinci adı Giocondadır. O həmən o portreti çəkən də Leonardo da Vinci'dir. Sonra soruşmusunuz 164.
Hə, münasibət, dostluq, əlaqə nədir? Dostluq münasibəti var. Bir də qürur hissi var da. PDF-lə görə eynidirmi 164? Bəli, eyni sualdır PDF-lə. Dostluq münasibəti var, qürur hissi var. Sonra 187. Çiçək, gül. Uşaqlar, gülün çiçəyi var. Gülün çiçəyi var. İlin də fəsli var da. Gülün çiçəyi, ilində fəsli. 176 soruşdur. 176. Heraldika elmin bir növüdür. Hansı ki şəkil möhürlərdən ibarət yazı növü haqqında bir elmdir. Amma jasmin də gülün bir növüdür. Yəni burada yəqin ki heroqlif mixi yazı götürmüsünüz. Heroqlif mixi yazı deyil də. Heroqlif şəkillərdən ibarət yazı növüdür. Mixi yazı isə daşların gilin üzərində mıxla belə də döymələr eləyirlər. Bax, həmən yazı növüdür mixi yazı. A variantıdır 176-da. Jasmin gül növüdür. %95. Baxın, səhifə, vərəq. Uşaqlar, bir vərəqə neçə səhifə yazmaq olur? 2. Yəni, bir vərəq 2 səhifədən ibarətdir. Diametrdə 2 dənə radiusdan ibarətdir də. Ona görə C variantı olacaq. Eyni sual belə PDF-lə. Sonra soruşmusunuz 201. Məktəb, mağaza, xəstəxana. Eyni sualdır PDF-lə. Məktəbdə şagird olur, mağazada satıcı olur. Yox, hə. Menecer olmadı deyə, xəstəxanada sürücü olmadı deyə düz gəlmir. Amma C variantı uyğundur. Məktəbdə müəllim olur, mağazada satıcı olur, xəstəxanada da həkim olur. %98. Daş kiloqramla ölçülür. Dəqiqə saatla. Yox, dəqiqə saatla ölçülmür ki. Miskal qızılla ölçülmür ki. Gümüş metalla ölçülmür ki. Su litrlə ölçülür də. Su litrlə ölçülür. Budur əlaqə. Daşı biz kiloqramla ölçürük. Ağırlığın ölçü vahidi də. Kütlənin ölçü vahidi. Suyu da litrlə. Sonra nə sual soruşmusunuz gənclər? $217. Uşaqlar, 217 nömrəli sual PDF-lə fərqli olacaq.
PDF-in 217-si toz soran əşyadır. Ya da yox, eyni olacaq. Bu eynidir, eyni sualdır. Toz soran əşyadır. Amma hərbiçi əskər deyil də. Çünki hərbiçi, zabit heyəti də hərbiçi sayılır. Amma bayaq dedim ki, zabit əskər deyil. Da, yəni o leytenantdır, mayordur, polkovnikdir, kapitandır, generaldır. Bunlar zabit sayılır. Bunlar əskər sayılmır. Məsələn, bütün hərbiçilər o dediyim həmən o zabit heyəti hərbiçilərin daxilindədir. Hərbiçi deyəndə hamısı nəzərdə tutulur, amma bütün hərbiçilər əskər deyil. Ona görə məsələn, cavalı meyvədir. Dollar valyutadır, metanol maddədir, amma hərbiçi əskərdir, deyə bilməli. Hərbiçi əskərdir. Bütün hərbiçilər əskər olmur. Sonra 220 soruşdunuz. Musiqi bəstəkar. Bəstəkar musiqi bəstələyir. Heykəltaraş heykəl düzəldir. Yazıcı povest yazır. Rəssam portret, rejissor film. Klon sirki hazırlamır ki, klon sirk hazırlamır da. Yəni burada bəstəkarın musiqi bəstələməyi, musiqi hazırlaması, ərsəyə gətirməyi kimi heykəltaraş da heykəli ərsəyə gətirir. Yazıcı povesti yazır, hazırlayır, ərsəyə gətirir. Rəssam portreti, rejissor filmi, amma klon sirki yox. Klon sadəcə sirkdə hər hansı bir şou göstərir. Başqa sual var uşaqlar? O uyğunluq mövzusunda uşaqlar biz deməli burada sadəcə sözlərin arasındakı əlaqəyə uyğun olan variantı tapırdıq. Bugünkü mövzumuz anagram mövzusu olacaq. Anaqramda isə hərflərin yerlərini dəyişmiş vəziyyətdə verirlər bizə. Biz orada sözləri tapıb sonra fərqli olanını tapmalıyıq. İndi bunun üçün bizə çoxlu söz bilməyimiz lazımdır. Keçən dəfə mən dedim, məsələn, qəbullara göstərdim. Elə 2025-ə də, 24-də də elə suallar var ki, yəni bəzən uşaqlar mənasını bilmir deyə sözü tapa bilmir də. Yəni siz anaqramı çözməyiniz üçün gərək həmən o sözləri biləsiniz. Əgər heç bir sualınız yoxdursa, indi anaqram mövzusuna keçək, oradan mən sizə deməli nümunələr göstərim. Bu anaqramı uşaqlar atdığım PDF-dən işləməyin. Atmışam səhiyyə. Çünki anaqramda da bəzi dəyişikliklər eləmişik. Son hissələrdə. Baxın, anaqramda beləcə bizə hərflərin yerlərini dəyişmiş vəziyyətdə sözlər verilibdir. İndi siz orada nə etməlisiniz? Sözləri tapıb fərqli olanını seçməlisiniz. Məsələn, birinci sualda bizə verilibdir. A variantı ayı, B variantı pələng, C variantı tülkü, D sərçə, Y də dovşan. Bu sözləri tapandan sonra fərqli olan hansı variantı olacaq? Sərçə. Bəli, sərçə quşdur. Sərçə uça bilir, digərlərindən fərqli olaraq. Sərçənin 2 ayağı var, digərlərindən fərqli olaraq. Yəni, biz hər türlü sərçəni digərlərindən fərqləndirə bilirik. Məsələn, 10 nömrəli sual. 10 nömrəli sualda, baxın, B variantında temperament sözü verilir. Temperament, uşaqlar, bir psixologiya terminidir. Hə, temperamentin 4 növü var uşaqlar. Biri A variantında verilən sanqvinikdir. C variantında verilən melanxolikdir. D variantında verilən flegmatikdir. Y variantında da xolerikdir. Temperament özü B variantında verilibdir deyə fərqlidir bu.
11 nömrəli sual. Baxırsınız ki, 11 nömrəli sualın uşaqlar A variantında verilib bizə inşaatçı sözü, B variantında verilib artist, C variantında eskalator, D variantında redaktor, Y-də tərcüməçi. İndi biz baxırıq ki, inşaatçı, artist, redaktor, tərcüməçi bunlar şəxslərdir, bu peşə sahibləridir, amma C variantı eskalator sözüdür. Ya fərqlənir digərlərindən. Və yaxud ikinci sual. Baxırsınız ki, ikinci sualda verilib sizə özbək, türkmən, tacik, qırğız. Bunlar millət adlarıdır. Amma C variantında marka sözü verilir. Yaxşı, uşaqlar, siz özünüz bir dənə 3 nömrəli sual tapmağa çalışın. Bəli, B variantıdır cavab, uşaqlar. Çünki tarzən tarifatsıdır. Amma A variantı piano, D variantı kontrabas, Y variantı skripkadır, C-də orqan. Orqan da musiqi alətidir uşaqlar. Elə bil ki, pianonun böyük versiyası deyəkmi? Elə piano formasında bir musiqi alətidir. Mənim D variantı nə idi? Kontrabas. Kontrabasdır, klavesindir, fleytodur, arfadır, neydi? Bunlar da musiqi alətləridir. Barabandır, balabandır. Bunlar hamısı musiqi alətidir. Sonra uşaqlar 5 nömrəli sualda baxın. A variantı sekvoyadır, ağac adıdır. C variantı baobabdır, bu da ağac adıdır. D variantı ekvaliptdir, ağac adıdır. Y variantı heveyadır, ağac adıdır. Bir dənə B variantı lotosdur. Çətin tapıla bilən suallardan biri məsələn 16-dır. A variantı jenşendir, B variantı qarağatdır. C variantı yemişan, D variantı it burnu. Bunların hər biri bitkidir. Amma C variantı, Y variantı mübariz sözüdür. Dokuz nömrəli sualı tapın.
Bəli, filoloq. Filoloq şəxsdir. Amma A variantı monoloq, bir nəfərin danışığıdır. D variantı dialoq, iki nəfərin danışığıdır. B variantı epiloq. Epiloq dedik ki, romanın çıxışıdır, sonudur. Proloqla başlayır, epiloqla bitir. Amma C variantı filoloq şəxsdir. İki fərqli tip sual göstərirəm sizə short sonlardan. 120 testdə hamısını işləyərsiniz. Deməli, sonradan bir test nümunələri də var. Bunlar son illərdə din kitabında qeyd olunubdur. Və hətta 118 tipində sual qəbula da düşdü keçən 2025-ci ildə. 112 nömrəli suala baxırıq, şərti oxuyuruq. Bir aşağıda verilmiş anaqramlardan hansı birinci sözün sonu, ikinci sözün əvvəli ola bilər? Yəni, variantlarda verilənlərdən hansının hərflərinin yerini dəyişərək ortada nöqtələrin yerinə yazsaq, birinci sözün sonu, ikinci sözün əvvəli olar. Məsələn, mən burada A variantında o 3 dənə hərfdən ibarət olan hissəci ortaya qar olaraq yazsaq, bu soldan oxusaq vüqar, ortadan oxusaq qartal sözünü əmələ gətirəcək. Sonra 113'də A variantı. Bəs orada B niyə olmaz? Çünki sən vüsalı düzəltdin, amma saltal deyə bir söz yoxdur axı. Amma atlas kimi fikirləşdim, amma 2 dənə L olur. Bildim. Yox, sən elə yazmalısan ki, birincinin sonu, ikincinin əvvəli olsun. Və məsələn, bir dəfə sən onu S-allı kimi yazıb vüsal düzəldib, Eyni cür olmalı. sonra dəyişə Başa bilməzsən. Bəli. Məsələn, 113'də orada A variantını kük kimi ortada yazsan, üskük, küknar düzələr. Üskük dərzilərin barmağına keçirtdiyi bir balaca qoruyucu alətdir ki, iynə batmasın. Sonra uşaqlar 116 nömrəli suala baxırıq. Məsələn, 116-da deyir ki, verilən, bəli, bəşər şərbət, verilən sözlərin dördündən bir cümlə düzəldirik, biri artıqdır. Məsələn, A variantında karvanı sözü verilibdir. B-də dəvə, C-də irəliləyir, D-də səhra, dağ, Y-də meşədə. İndi biz burada təbii ki, bilirik ki, bu cümlə belə olacaq ki, dəvə karvanı səhrada irəliləyir. Yəni, meşədə yox da səhrada. Ona görə meşə sözü artıqdır. Və yaxud 117-ci sualda İstanbul, sonra B variantı şəhəri, C variantı paytaxtıdır, D variantı Ankara, Y variantı Türkiyənin sözləri verilibdir. Burada da belə olacaq ki, Ankara şəhəri Türkiyənin paytaxtıdır. İstanbul yox. Dediyim tip sual bu 118 tipi bu idi ki, 2025-in qəbuluna düşmüşdü. Verilən sözlərdən hansısa ikisini birləşdirib, yəni hərflərinin
yerini dəyişərək və hər ikisinin bütün hərflərindən istifadə etməklə yeni söz düzəltməlisiniz. Məsələn, mina ilə notun hərflərini birləşdirib nominat düzəldə bilərik ya da antonim sözlərini. Və yaxud 119-da məsələn, mən burada ikinci sözlə dördüncü sözün hərflərini birləşdirib 7 hərfli rəyasət sözünü düzəldə bilərəm. Tərsinə ayənin hərflərinin yerini dəyişib və bütün hərflərdən istifadə etməklə rəyasət sözünü düzəldə bilərəm. Məsələn, 120-də sakla yasini birləşdirib sanksiya düzəldə bilərəm. Və digərləri. Başqa bir soruşacağınız sual var uşaqlar? Yoxdursa uşaqlar. Gələn dərs davam edərik. Sizin suallarınızı cavablandırarıq. Daha sonra yeni mövzu keçərik. Mətni məntiqi təhlili vacib mövzulardan biridir. Sağ olun, gecəniz Sağ olun. xeyirli olsun. Sağ olun.